Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kesiren tayyiben mübarakan fihi. Allahümme salli ve sellim ve barik ala abdike ve rasulike Muhammed ve ala alihi ve sahbihi ecma'in emme ba'd. Əziz qardaşlar, keçən dərsimizdə sizlərə müasir həmbəllərin, yeni çıxan həmbəllərin gətirdiyi təvhid əqidəsinin batil olması haqqında danışdıq. Və dedik ki, növbəti dərsimizdə sələf imamlarının, əhl-i sünnə alimlərinin sifətlər mövzusunda əqidəsini danışacağıq. Onların əqidəsi, sələf-i salihin əqidəsi açıq, aydın şəkildə dəlalət edir ki, onlar təvhid etiqadında olmayıblar. Bu çirkin, mundar əqidədən uzaq olublar. Bugün inşallah söz verdiyimiz kimi əhl-i sünnə imamlarının, böyük əhl-i sünnə alimlərinin bu mövzuda, sifətlər mövzusunda hansı mövqedə olduqlarını götürəcəyik. Birincisi, İmam İbn Abdülbarın sözü ilə başlamaq istəyirəm. İmam İbn Abdülbar rahiməhullah əhl-i sünnənin böyük imamlarından olub. Maliki məzhəbinin böyük fuqahalarından idi və İbn Teymiyyədən qabaq yaşayıb. Və bir məsələni qeyd edim, nəql etdiyim imamların hamısı İbn Teymiyyədən qabaq yaşayan alimlərdir. Bunu ona görə zikr edirəm ki, bir nəfər o cəhmilərdən çıxıb deməsinlər ki, İbn Teymiyyədən sonra yaşayan alimlərin sözü, yaxud İbn Teymiyyənin sözü bizə lazım deyil. Məhz buna görə də İbn Teymiyyədən qabaq yaşayan alimlərin sözlərini zikr edəcəm. Birincisi, İmam İbn Abdülbar rahiməhullah özünün yazdığı Təmhid kitabında görün nə deyir? Əhl-i sünnənin icmasını nəql edir. İmam icma nəql edir. Buyurur ki, əhl-i sünnə mucmi'unə alə əl-iqrari bis-sifati əl-varidəti kullihə fil-Qur'an və sünnə. Bütün əhl-i sünnə imamları icma ediblər ki, kitab və sünnədə varid olan sifətlər iqrar edilir. Vəl-imani bihə və o sifətlərə iman gətirilir. Və həmlihə alə əl-haqiqa, lə aləl-məcəz. Sifətləri məcaz üzərində deyil, həqiqət üzərində daşıyırlar. Məcaz üzərində deyil, həqiqi mənada qəbul edirlər. İcma nəql edir İbn Abdülbar. İllə ənəhum lə yukeyyifunə şeyən min zəlik. Lakin o sifətlərin keyfiyyətinə varmırlar. Sonra buyurur ki, və əmmə əhlul bid'a vəl-cəhmiyyə vəl-mu'təzilə. O ki, qaldı bidət əhlinə, məsələn, cəhmilərə, mu'təzillərə, hamısı
فَكُلُّهُمْ يُنْكِرُهَا Allahın sifətlərini inkar edirlər. وَلَا يَحْمِلُ شَيْئًا مِنْهَا عَلَى الْحَقِيقَةِ O sifətlərdən heç birini həqiqi mənada qəbul etmirlər. وَيَزْعُمُونَ أَنَّ مَنْ أَقَرَّ بِهَا مُشَبِّهُونَ Və etiqad edirlər ki, kim o sifətləri iqrar edərsə, o müşəbbihədir. Sonra görün nə deyir? وَمِنْ حَقِّ الْكَلَامِ أَنْ يُحْمَلَ عَلَى حَقِيقَتِهِ Sözün haqqı, yəni qaydası odur ki, o öz həqiqi mənası üzərinə daşınsın. Kəlamın, sözün haqqı var. Kəlamın haqqı odur ki, həqiqi mənası üzərinə, yəni məcaz deyil, həqiqi mənası üzərinə başa düşəsən. Sonra görün nə deyir? وَلَوْ سَاغَ اِدِّعَاءُ الْمَجَازِ لِكُلِّ مُدَّعِينَ مَا ثَبَتَ شَيْءٌ مِنَ الْعِبَارَاتِ Əgər hər iddia edən üçün məcaz iddiası caiz olsaydı, yəni keçərli olsaydı, ifadələrdən heç nə sabit qalmazdı. Yəni hamısına məcaz deyə bilərdin. وَجَلَّ اللّٰهُ عَزَّ وَجَلَّ عَنْ أَنْ يُخَاطِبَ إِلَّا بِمَا تَفْهَمُهُ الْعَرَبِ Allah Azza və Cəllə bundan ucadır ki, ərəblərin başa düşdüyündən başqa bir şeylə xitab etsin. Yəni Allah Subhanahu və Teala xitab edəndə bir halda ki, Qur'anı ərəb dilində nazil edib, Allah ucadır ki, ərəblərin başa düşdüyündən başqa bir şeylə xitab etsin. Yəni, nə xitab edibsə hamısını ərəblər başa düşürdü. Çünki ərəb dilindədir. وَالْاِسْتِوَاءُ مَعْلُومٌ فِي اللُّغَةِ وَمَفْهُومٌ Məsələn, istiva lüğətdə məlumdur və mənası məfhumdur. وَهُوَ الْعُلُوفُ وَالْاِرْتِفَاعُ عَلَى الشَّيْءِ Uluf və irtifa mənasındadır. Yəni, bunu misal olaraq deyir. Bu, İbn Abdülbarın sözü, icma nəql edir. İkinci, İmam Əl-Əsbəhani rahiməhullah 535-də vəfat edib. Əhl-i Sünnənin böyük imamlarından olub. İmam Zəhəbi rahiməhullah haqqında deyir ki, Əl-İmamu Əl-Alləmətu Əl-Hafizu Şeyxul İslam Əbul Qasim İsmail İbn Muhammed Əl-Əsbəhani İmam idi, Alləmə, Hafiz idi. Şeyxul İslam ləqəbini almışdı. Allahu Akbar. Kim? İmam Əsbəhani rahiməhullah İsmail İbn Muhammed böyük əhl-i imamlarından olub. Əbu Musa Əl-Mədini rahiməhullah haqqında deyir ki, Əbul Qasim İsmail Əl-Hafizu İmam Əimmə vaxtihi Əbul Qasim həmin İsmail İbn Muhammed Əl-Əsbəhani rahiməhullah imam idi, vaxtının öz zamanının böyük imamlarından idi. Və ustadu uləmai asrihi öz əsrinin ustadlarından olub. Və qudvətu əhl-i sünnəti fi zəmanihi öz zamanında əhl-i sünnənin qudvası idi. Rahiməhullah nümunələrindən idi. Həmçinin Əbu Musa rahiməhullah deyir ki, وَلَا أَعْلَمُ أَحَدًا عَابَ عَلَيْهِ قَوْلًا وَلَا فِعْلًا Mən onun barəsində nə sözündə, nə də əməlində bir qüsur tutan heç kəsi tanımıram, deyir. Abdülcəlil Kutəh rahiməhullah buyurur ki, Səmi'tu əimmətə Bəğdəd yəqulun Eşitdim ki, Bağdad imamları, Bağdadda yaşayan imamlar belə dedilər. Mə rəhələ ilə Bəğdəd bə'dəl imami Əhməd afdalu və lə əhfadu min İsmail. İmam Əhməddən sonra Bağdada səfər edənlər arasında İsmaildən, həmin bu imamdan daha fəzilətli,
və daha güclü hafizəsi, yaddaşa sahib olan biri gəlməmişdi. Hafiz Yahya ibn Məndah rahimehullah deyir ki, "Kana Abul Qasim Həsənəl İ'tiqad." Abul Qasim Əl-Əsbahani rahimehullah gözəl etiqad sahibi idi. Xülasə, əqidə sahəsinin böyük imamlarından olub. Ləqəbi Qavamus Sünnə rahimehullah. Deməli, İmam Zəhəbi, Allah rəhmət eləsin, bu imamın sözünü özünün yazdığı Uluf kitabında zikr edir. Ondan sifətlər haqqında soruşurlar, Allahın sifətləri haqqında soruşurlar, görün nə deyir. Fəqalə buyurur ki, Məzhəbu Malik, diqqət edin, Malikin məzhəbi, və Səvri, Səvrinin, Sufyanın, və-Əvza'i, Əvza'inin, və-Şafi'i, Şafinin, və Həmməd ibn Sələmə, Həmməd ibn Zeyd, və Əhməd, və Yahya ibn Sa'id Əl-Qattan, və Abdurrahman ibn Mehdi, və İshaq ibn Rahaviyyə. Bunlar hamısı böyük əimmələrdir. Onların sifətlər barəsində mövqeyi, əqidəsi, etiqadı bu idi ki, Allahın sifətləri, diqqətin qulaq asın, Əlləti vasafa biha nəfsəhu, hansı ki o sifətlərlə özünü vəsf edib, və vasafahu biha rasuluhu, və Rəsulu onu, yəni Allahı o sifətlərlə vəsf edib, minəs-səm'i, vəl-basari, vəl-vəcihi, vəl-yədeyni, eşitmək, görmək, üz, iki əl, və səiri avsafihi və digər vəsfləri. Diqqət edin, əziz qardaşlar, mühüm qeyd var. Eşitmək, görməyin yanında üz və iki əlini qeyd edir. Və yuxarıda qeyd edilən imamların etiqadıdır, deyir. Nəyə görə deyirəm eşitmək və görmək sifətinin yanında üz və iki əlini qeyd edir? Çünki bu bəzi zındıq tayfalar, cəhmiyyələr, bidət əhli, Allahın sifətləri arasında fərq qoyurlar. Nə bilim var belə sifətlər, nə bilim var belə sifətlər, belə sifətlərin mənası bilinir, belə sifətlərin mənası bilinmir və s. Bütün əimmələr, vallahi, Allahın sifətlərini qeyd edəndə, danışanda, hamısı sifətləri bir siyaqda qeyd edirlər, bir gedişatda qeyd ediblər. Çünki sifət babı vahiddir, hamısı Allahın sifətləridir. Eşitmək sifətini, görmək sifətini özünə izafət edən Allah, özünü bu sifətlərlə vəsf edən Allah, göz, üz, əl sifətləri ilə də vəsf edib. Həmin Allah subhanahu və teala. Madəm ki Allahın sifətləridir, bütün sifətlər hamısı eyni məcrada izah edilir. Eyni siyaqda zikr edilib. Eşitmək, görmək, üz, xəbəri sifətlər, iki əl və səiri avsafihi və digər sifətləri innəmə hiyə alə zahirihə əl-ma'ruf əl-məşhur. O sifətlərin hamısı zahiri ilə icra edilir. Zahiri ilə icra edilir. Vallahi təvhid əqidəsi bu deyil. Sən Allahın görmək və eşitmək sifətini zahiri ilə necə icra edirsən? Necə icra edirsən? Ki Allah görür və eşidir, həqiqi mənada, düzdür? Zahiri ilə belə icra edirsən. Yoxsa zahiri ilə icra edib demirsən ki, Allah görür və eşidir, zahiri budur, mənasını bilmirik, mənası bilinmir. Allah bilir nə murad edib orada. Eşitmək və görmək sifəti haqqında bunu demirsən ki, deməli, bütün sifətlərdə bunu deməməlisən. Çünki əimmələr, bütün bu imamların hamısı, Şafi, Əvza'i, Səvri, Həmməd, Əhməd, Yahya ibn Sa'id, Abdurrahman ibn Mehdi, İshaq ibn Rahavi, hamısı bu cür ediblər.
zahiri ilə icra edilir, hansı ki zahiri məruf və məşhurdur. Siz Allahın eşitmək və görmək sifətini həqiqi mənada ispat edirsiniz, mənasını bilirsiniz. Digər sifətlərə, xəbəri sifətlərə gəlib çatanda mənası bilinmir. Allah bilir, nə murad edib orada Allah. Bəs niyə eşitmək və görmək sifətində Allah bilir, nə murad edib orada demirsiniz? Bu sifətin mənasını hardan bildiniz? O barədə danışacağım. İmam sözünü davam edir. Min gayri keyfin yutavahhamu fiha və la təşbihin və la təvilin. Keyfiyyətinə varmadan, təşbih etmədən və təvil etmədən başa düşülür. Bu, İmam Əl-Əsbahani rahimahullahın sözüdür. Amma mufavvidələr, bu müasir həmbəllər nə deyirlər? Zahiri murad deyil. İmam deyir ki, İnnəmə hiyə alə zahirihə. Bunlar deyirlər ki, zahiri murad deyil. Həmçinin deyirlər ki, zahiri ilə götürmək olmaz. Amma sələf imamları icma ediblər ki, zahiri ilə icra edilməlidir. Sələf imamları icma ediblər ki, zahiri ilə icra edilir. Əs-səmə vəl-basar sifətləri zahiri ilə necə icra edilir? Allah görür və eşidir, həqiqi mənada özünə layiq. Məxluqatın görməyi və eşitməyi kimi deyil. Məxluqatın görməyi və eşitməyi özünə layiq, Allaha izafət olunan sifət Allaha layiq. Allaha izafət oldusa, misli yoxdur, oxşarı yoxdur. Görmə və eşitmə sifətində bu cür rəftar edirlər. İmam icma nəql edir ki, bütün sifətlərdə bu cürdür. Bütün sifətlərdə bu cürdür. Tayyib. Əbu Osman Əs-Sabuni rahiməhullah 449-da vəfat edib. Şafi məzhəbinin böyük imamlarından olub. İmam Beyhaqi rahiməhullah. Görün, bu alim haqqında nə deyir? İnnəhu imamul muslimin haqqan. Haqqına müsəlmanların imamı idi. Və şeyxul İslami sıdqan. Şeyxul İslam idi, həqiqi mənada. Sonra Beyhaqi rahiməhullah deyir ki, zamanında olan bütün insanlar onun dində necə birinin olduğunu, gözəl eytiqada sahib olduğunu bilirdilər. Həmçinin sələfin yoluna mültəzim idi. Beyhaqi haqqında deyir. İmam Zəhəbi, həmin bu imam haqqında, Əbu Osman Əs-Sabuni haqqında deyir ki, ittifaq olunmuşdur ki, oxşarı yox idi. Xorasanın şeyxi idi. Sayf-ı sünnə, bidət əhlini dağdan idi. Başqa yerdə deyir ki, kənə min əimmətil əsər. Müəllimi kim idi? Yəni, bunları nəyə görə deyirəm, əziz qardaşlar? Yəni, indi deyəcəyim sözü uşaq-muşaq demir, qardaş. Alim deyir, imam deyir. Görün, nə deyəcək? Lakin əvvəl görün, kimdir bu imam? Müəllimi kim olub? Hədis əhlinin imamı olan, Neysaburdan olan İmam Abdullah, Əbu Abdullah Əl-Hakim, Mustadrak kitabının sahibi, məşhur hədis alimi. Hətta kitabında şeyxi haqqında danışır və adını çəkəndə onun üçün dua edir. Buyurur ki, Əxbaran Əl-Hakim, Əbu Abdillah Əl-Hafidu, Əskənəhullahu və İyyənəl cənnə. Deməli, İmam Əs-Sabuninin bir kitabı var. Diqqətlə qulaq asın. Kitabın adı Aqidətus Sələf və Əshabul Hədis. Allahu Akbar. Sələfin və hədis əshabının, əhlinin əqidəsi. Kitabın adına baxın.
hədis əshabının, sələfin əqidəsi. Aqidətus sələf, sələfin əqidəsi və ashabul hədis. Yəni, mühəddislərin, sələf imamlarının əqidəsi barəsində bu adla kitab yazıb. Görün kitabında nə deyir? İnnə ashabəl hədis, hədis əhli, əl-mütəməssikinə bil-kitabı və sünnə, kitab və sünnədən yapışanlardır. Həfizallahu əhyəhum, Allah da onların dirilərini qorusun, yəni ölməyənləri hifz etsin. Və rahimə əmvatəhum, və rahimə əmvatəhum, və ölənlərinə rəhmət etsin. Neyniyirlər bunlar? Yeşhədunə lillahi teala bil-vəhdəniyyə və lirrasuli sallallahu aleyhi və səlləm bir-risaləti və nübuvvə. Şahidlik edirlər ki, Allah subhanahu və teala təkdir və onun rəsulunun nübuvvətinə şahidlik edirlər. Əvvəlində belə qeyd edir. Və ya'rifunə, diqqət edin, biraz qabaqdan oxuyuram. وَيَعْرِفُونَ رَبَّهُمْ عَزَّ وَجَلَّ بِصِفَاتِهِ الَّتِي نَتَقَ بِهَا وَحْيُهُ وَتَنْزِيلُهُ. Allahı sifətləri ilə tanıyırlar. Əhl-i hədis, sələf-i salih, Allahı sifətləri ilə tanıyırlar. O sifətlərlə ki, Quranda varid olub, vəhdə gəlib. Həmçinin Peyğəmbərdən gələn xəbərlərdə, səhih xəbərlərdə varid olub. Əhl-i hədis Allahı sifətləri ilə tanıyır. Bu qövm iddia edirlər ki, Allahın sifətlərinin mənası bilinmir, təfvid edilir. Allah subhanahu və teala sifətlərinin mənasını özündə saxlayıbsa, onun təvilini Allahdan başqa heç kim bilmirsə, əhl-i hədis Allahı sifətləri ilə necə tanıyır, qardaş? Davam edir. Yusbituna lahu ma əsbətəhu li nəfsihi fi kitabihi və alə lisani rasulihi sallallahu aleyhi və səlləm. Özünə vəsf etdiyi sifətləri ispat edirlər. Həmçinin rəsulunun vəsf etdiyi sifətləri ispat edirlər. Rəsulunun ona vəsf etdiyi sifətləri ispat edirlər. Və la ya'taqidun təşbihan li sifatihi bi sifati xalqihi. Onun sifətlərini haqqında, onun sifətləri haqqında təşbih etiqad etmirlər. Demirlər ki, Allahın sifətləri məxluqatının sifətlərini oxşuyur. Davam edir. Fəyəquluna innəhu, deyirlər ki, kim deyir? Ashabul hədis, hədis əhli, sələf imamları, onlar barəsində danışır. Və hətta qeyd eləmədim, orada kitabın əvvəlində, bu kitabı yazanda, yazmaq səbəbini deyir. Gəlib soruşdular, məndən deyir. Əhl-i hədisin əqidəsini yaz bizə, sələf-i salihin etiqadını yaz bizə. O da yazır və bu sözləri deyir. Fəyəqulunə, əl-muhim, davam edirik. Deyirlər ki, İnnəhu xaləqə Ədəmə biyədeyhi. Deyirlər ki, Allah Adəmi iki əli ilə yaradıb. Kəmə nassa subhanahu aleyhi fi qavlihi əzzə min qailin. Necə ki, özü bu barədə nas olaraq deyib. Allah subhanahu və teala qalə ya iblisu mə mənəəkə ən təscudə limə xaləqtu biyədeyyə. Bu ayəni deyir. Ey iblis, sənə nə mane oldu mənim iki əlimlə yaratdığıma səcdə etməyə? Davam edir. وَلَا يُحَرِّفُونَ الْكَلِمَ عَنْ مَوَاضِعِهِ. Kəlmələri yerindən dəyişib təhrif etmirlər. Bihəmlil yədeyni aləl ni'məteyni avil quvvəteyni. Məsələn, Allahın iki əli deyiləndə qüvvət mənasına, ni'mət mənasına təhrif etmirlər. Birbaşa muavvilələrə, təvil edənlərə rəddi bu hissəsi. Bu hissəsi təvil edənlərə rəddi, əşarilərə rəddi. Onlar deyir, əhl-i hədis, sələf imamları Allahın iki əlini qüdrət mənasına, nemət mənasına ihməl etmirlər. Təhrifəl mu'təziləti vəl cəhmiyyə, cəhmiyyələrin, mu'təzillərin təhrifi kimi. Yəni, qardaşım, demək istəyir ki, Allahın iki əl sifətini
qüdrət mənasına təhrif etmək, iki qüdrəti, iki neməti demək Mu'təzillərin, Cəhmilərin əqidəsidir. Ashab-ul hədis bu əqidədən uzaqdır. Sələf imamları bu etiqaddan uzaqdır. Əhləkəhumullah, Allah onları öldürsün deyir, həlak etsin deyir. Mu'təzillərlə Cəhmiyələri. Və sonra deyir ki, وَلَا يُكَيِّفُونَهَا بِكَيْفٍ Necəliyinə varmırlar. Necəliyinə varmırlar. Bütün əimmələrin hamısının sanki bir ağızdan çıxır söz. İsbat edirlər, təhrif etmirlər, lakin necəliyinə varmırlar. Hamısının sözü eynidir. Sonra görün nə deyir? Davam edir. وَقَدْ أَعَادَ اللّٰهُ تَعَالَى أَهْلَ السُنَّةِ مِنَ التَّهْرِيفِ وَالتَّكْيِيفِ وَالتَّشْبِيهِ Allah subhanahu ve teala əhl-i sünnəni təhrifdən və təkyifdən və təşbihdən qoruyub. Elhamdülillah. Salamat imamlardır, alimlərdir. Mənnə aleyhim bit-ta'rif və-təfhim. Onlara tərif və təfhim, başa düşmək nemətini bəxş edib. Yəni Allah o əimmələri təhrifdən, təkyifdən, təşbihdən hifz edib, qoruyub. Lakin onlara hansı neməti verib, hansı neməti minnət edib onlara? Təfhim, başa düşmək nemətini bəxş edib. Sonra davam edirik. İmam Əs-Sabuni rahiməhullah əl sifətini misal çəkir və dəlillərini deyir. Hansı ki, sünnədə varid olub. Misal olaraq deyir, sonra dəlillərini deyir, bir-bir sünnədə varid olan Allahın əl sifətini ispat edən hədisləri zikr edir. Sonra görün nə deyir. Bu yerinə diqqətlə qulaq asın. Əziz qardaşlar, bu zındıqların, bu bidət əhlinin sözlərinə aldanmayın. Vallahi sələf o etiqaddan uzaq olub. Sələf bəri olub o etiqaddan. Əl misalını çəkəndən sonra dəlillərini deyir və sonra sünnədə varid olan dəlillərini deyir. Sonra baxın nə deyir? وَكَذَٰلِكَ يَقُولُونَ فِي جَمِيعِ الصِّفَاتِ Beləliklə onlar nəinki əl sifəti, bütün sifətlər barəsində belə deyirlər. Əlləti nəzələ bi zikrihəl Qur'an Hansı ki o sifətlərin zikri Qur'anda gəlib. وَوَرَدَتْ بِهَل əxbar Xəbərlərdə, səhih xəbərlərdə gəlib. Hansı sifətlər? Diqqət edin, əziz qardaşlar, təvhid etiqadını kökündən iptal edir. Minəs-səm'i vəl-basari eşitmək, görmək, vəl-əyn, əyn, göz sifəti, vəl-vəcih, üz sifəti. Üz, göz sifətini eşitmək və görmək sifəti ilə yanaşı, eyni siyaqda, eyni misalda deyir. Bir çəkir hamısını. Sifət sifətdir. Ey qardaşım, eşitmək və görmək sifətini həqiqi mənada ispat edən, üz sifətini, göz sifətini ispat etmirsənsə, sən əhl-i-sünnə və cəmaa ola bilmərsən. Çünki əimmələr hamısı bir siyaqda, bir sifətləri hamısını qeyd ediblər. Fərq qoymayıblar sifətlər arasında. Vallahi. Vəl-ilm, vəl-quvva, vəl-qudra, vəl-izzə, izzət, qüdrət, qüvvət, elm. Sifətləri də hamısı Allahın. Bu sifətlərin yanında üz, əl sifətini qeyd ediblər, bu əimmələr. Bu sifətlər necə qeyd edirsiniz, ispat edirsiniz həqiqi mənada? Bu sifətlər də bunun yanındadır. Bu sifətləri qəbul edirlər həqiqi mənada, ərəb dilinin mənasında, çərçivəsində başa düşürlər. Gəlib əyn sifətinə, vəcih sifətinə çatanda, Allahu ələm, Allah bilir nə qəsd edilib orada. Belə deyirlər bu tayfalar. Bunlar əhl-i-sünnə ola bilməzlər. Aldadırlar insanları. Elə başa düşürlər ki, elə özlərini elə aparırlar ki, güya sələf-i salihin etiqadındadılar. Allahu akbar. Vəl-iradə sifətləri sayır. Vəl-məşiə, vəl-qavl, vəl-kəlam, vəl-rıda, vəl-saxat, vəl-həyat, vəl-hubb, vəl-buğd, vəl-fərah, vəl-dahik, gülmək sifəti və qeyrihə. Yəni, bütün sifətlə bab eynidir. Bab eynidir. Bu, imam əhl-i-sünnənin, əhl-i hədisin əqidəsini deyir. Sizin əqidəvizi yox. Siz
bərisiz bu əqidədən, bu etiqaddan. Siz cəhmilərsiz qardaşım. Min qeyri təşbihin li şeyin min zəlikə bi sıfatil mərbubinəl məxluqin. Lakin yaratdıqlarının sifətlərinə təşbih etmədən bəl yentəhunə fiyhə ilə mə qaləhu Allahu Teala və qaləhu Rasuluhu sallallahu aleyhi və səlləm. Harada dayanırlar? Harada ki özür istəyirəm. Harada ki Allah və Rəsulu dayanıb. Ora qədər danışırlar. Min qeyri ziyadətin aleyhi. Əlavə etmirlər, ziyadə etmirlər. Və lə idafətin ileyhi. Özlərindən nəsə izafət etmirlər. Yəni, əhl-i sünnə nususda nə gəlib, orada dayanırlar. Allahın və Rəsulunun sözünə əlavə etmirlər. Və lə təkyif. Keyfiyyətinə varmırlar. Və lə təşbih. Oxşatmırlar. Və lə təhrif. Təhrif etmirlər. Və lə təbdil, və lə təğyir, təbdil, təğyir, dəyişmirlər. Bu zındıq əşarilər kimi. Nuzul sifətini istədiyi şeylərə dəyişiblər. Əhl-i sünnə dəyişmir, deyir. Sonra, və lə izalətə, əv izalətin li lafzil xəbəri əmmə tə'rifuhul arabu və tədəuhu aleyhi bi tə'vilin munkar. Bu sözü mufavvidələrin, təfvid əqidəsində olanların belini qırır. Bu imamın sözü. Nə də xəbərin ləfsini ərəblərin bildiyi, ərəblərin tanıdığı, ona qoyduğu mənadan izələ edib, yəni yox edib, yəni çıxardıb onun yerinə munkar təvil qoymurlar. Yəni, ərəblərdə bu sifətin mənası, bu ləfsin mənası nədirsə, elə başa düşürlər. Allaha izafət olunandan sonra keyfiyyətini bilmirlər. Deyirlər ki, leysə kəmitlihi şey. Bir sifət ki, Allaha izafət olub, vəssalam. Lakin, xəbərin ləfsini, ərəblərin bildiyi, ərəblərin tanıdığı, ona qoyduğu mənadan izələ etmirlər. Mənanı dəyişmirlər. Olduğu kimi saxlayırlar. Məna bilinir. Əl-istiva məlum. İmam Məlik deyir. Xoşunuza gəlsə də, gəlməsə də. Məsələn, əşarilər Allahın istiva sifətini ərəblərin bildiyi mənadan izələ edib, yerinə nə qoyublar? Yerinə istavlə qoyublar. Bu imam deyir ki, rahiməhullah, əhl-i hədis belə etməyib. Və yucurunəhu aləl-zahir. Ya Allahil əcəb. Zahiri ilə icra edirlər. Zahiri ilə icra edirlər. Və yucurunəhu aləl-zahir. Zahiri ilə icra edirlər. Keçən dərsimizdə zahiri ilə icra edirlər demək, nə deməkdir onu danışdıq. Deməli, İmam rahiməhullah Əbu Osman Əs-Sabuni aleyhi rahmetullah əhl-i sünnən əqidəsini, hədis əhlinin əqidəsini belə vəsf edir. Sonra İbn-i Quteybə rahiməhullah 4-cü 276-da vəfat edib. Özünün yazdığı məşhur əqidə kitabında, hansı ki orada cəhmilərin şübhəsinə rədd edib, orada görün nə deyir? Əl-vacibu aleynə ən nentəhiyyə fi sıfatillahi heythu intəhə fi sıfatihi əv heythu intəhə rasuluhu sallallahu aleyhi və səlləm. Bizim üzərimizə vacib odur ki, harada dayanaq, harada ki Allah dayanıb və Rəsulu dayanıb. Və lə nuzilu əl-lafza əmmə tə'rifuhul arabu və tədəuhu aleyhi. Ərəblərin tanıdığı
və sözləri hansı mənada işlətdikləri məna çərçivəsindən kənara çıxardıb ləfsi başqa mənaya çevirmirik. Yəni ərəblərin tanıdığı, başa düşdüyü, bildiyi mənadan çıxarıb başqa məna vermirik. Bu söz təvhid etiqadına ziddir, qardaş. Ziddir bu söz. Sələf təvhid etiqadında olmayıb. Beşincisi, İmam Əs-Siczi rahiməhullah Zəbid əhlinə yazdığı məşhur risaləsində görün nə deyir? Əl-vacibu ən yu'ləmə ənəllaha təalə İzə vasafa nəfsəhu bi sıfətin. Sənin üzərinə vacib olan odur ki, bizim üzərimizə vacib olan odur ki, əgər Allah subhanahu və teala özünü hansı sifətlərlə vəsf edibsə, hiyə, sənin üzərinə vacib odur ki, o, biləsən ki, o sifətlər, ən yu'ləmə, biləsən ki, o sifətlər, hiyə mə'qulətun indəl ərəb. Ərəblərdə mə'quldur, mə'quldur. El-istiva mə'qulun, ma'lumdur, başa düşülür. Hiyə mə'qulətun indəl ərəb. Sifətlərdən söhbət edir, qardaş. Bilməyin vacibdir, deyir. Ki o sifətlər mə'qulətun indəl ərəb. Vəl-xitabu varada bihə aleyhim bimə yətəarəfunə beynəhum. Xitab onlara aralarında tanıdıqları məna üzrə gəlib. Bu cürdə olmalıdır. Başqa yol yoxdur, qardaş. Çünki Allah subhanahu və teala ərəb dilində nazil edib. Və onlar, ərəblər bilirdilər bu sifətlərin mənasını. Davam edir Əs-Siczi rahiməhullah. Və ləm yubəyyin subhanahu ənəhə bi xilafi mə yaqilunəhu. Allah onlara xitab etdikdə bəyan etmədi ki, sizin başa düşdüyünüz kimi deyil. Əksini, xilafını bəyan etmədi. Yaxud başa düşdüyünüzün əksidir. Bunu bəyan etmədi. Və lə fəssərəhə ən-nəbiyyü sallallahu aleyhi və səlləm ləmmə əddəhə bi təfsirin yuxalifu-zahir. Eləcə də Allahın Rəsulu bu sifət ayələrini onlara çatdıranda demədi ki, zahiri ilə başa düşməyin. Zahirindən əksi ilə başqa mənaya təfsir etmədi. Peyğəmbər sallallahu aleyhi və səlləm fəhiyyə alə mə yəqilunəhu və yətəarəfunəhu. Sifət ayələri onların başa düşdüyü və aralarında tanıdıqları məna üzrə qəbul edilir. İmam Əs-Siczi deyir, rahiməhullah. Altıncı, Abu Bakr Əl-Xatib Əl-Bağdadi rahiməhullah 463-də vəfat edib. Görün nə deyir? Fəməzhəbu sələf isbatuha və icrauha alə zavahiriha. Sələfin məzhəbi, qardaş, cəhmilərin, mu'təzillərin, əşarilərin, mətrudilərin, onların məzhəbi yox. Sələfin məzhəbi odur ki, isbatuha və icrauha. İsbat edir, isbat və zahiri ilə icra etməkdir. İsbat və zahiri ilə icra etməkdir. Və nəfyül keyfiyyəti və təşbihi anhə. Və ondan keyfiyyəti və necəliyi və təşbihi inkar etməkdir. Yəni, Allahın sifətləri, məxluqatın sifətlərinə oxşamır və necəliyini də bilmirik. Ənəl kələmə fis-sifəti fər'un anil kələmi fiz-zət. فإذا كان المعلوم في إثبات رب العالمين هو إثبات وجود لا إثبات كيفية فكذلك إثبات صفاته إنما هو إثبات وجود لا إثبات تهديد ولا تكييف. Allahu Akbar. Qardaş, deyir ki, İmam rahiməhullah, sən Allahın vücud var olmasını ispat edəndə, Allah var deyəndə bu keyfiyyətini deməkdir, keyfiyyətini ispat eləməkdir? Yox. Düzdür? Keyfiyyətini ispat eləmək deyil ki.
eləcə də Allahın sifətlərini isbat edəndə sən onun var olmasını, sifətin özünü isbat edirsən, həqiqətini, onun keyfiyyətini yox. Necə ki, Allahın zatının keyfiyyətini bilmirsən, Allah var deyirsən, Allahın zatı mövcuddur deyirsən, başa düşürsən bunu, eləcə də sifəti var. Allah özünü vəsf edib, amma keyfiyyətini demirsən. Zatı barəsində dediyin sözü sifəti barəsində də deyirsən, bunu demək istəyir. Sonra deyir, فَإِذَا قُلْنَ لِلَّهِ يَدٌ وَسَمْعٌ وَبَصَرٌ. Əgər biz deyəndə ki, Allahın əli var, eşidir, görür, فَإِنَّمَا هِيَ صِفَاتٌ أَثْبَتَهَا اللّٰهُ تَعَالَى لِنَفْسِهِ. Bu sifətləri Allah subhanahu və teala özünə ispat edib. وَلَا نَقُولُ إِنَّ مَعْنَ الْيَدْ الْقُدْرَةِ وَلَا إِنَّ مَعْنَ السَّمْعِ وَالْبَصَرِ الْعِلْمِ. Demirik ki, əlin mənası qüdrətdir, yaxud eşitməyin və görməyin mənası elmdir. Necə ki, bunu əşarilər deyir. İmam Zəhəbi, rahiməhullah, Xatib Bağdadinin bu sözünü zikr edir, sonra görün nə deyir. Zəhəbi, Bağdadinin özünün yazdığı Uluf kitabında Bağdadinin bu sözünü zikr edəndən sonra görün nə deyir. وَكَذَٰلِكَ الْقَوْلُ فِي السَّمْعِ وَالْبَصَرِ وَالْعِلْمِ وَالْكَلَامِ وَالْإِرَادَةِ وَالْوَجْهِ وَنَحْوِ ذَٰلِكَ. Eləcə də bütün sifətlər, eşitmək, görmək, elm, kəlam, iradə, üz və s. هَذِهِ الْأَشْيَاءُ مَعْلُومَةٌ. Bu şeylərin hamısı məlumdur. Üz nədir, iradə nədir, kəlam nədir, elm nədir, eşitmək, görmək, bunlar hamısı məlumdur deyir. فَلَا نَحْتَاجُ إِلَى بَيَانٍ وَلَا تَفْسِيرٍ. Bəyana ehtiyac yoxdur, təfsirə ehtiyac yoxdur. لَكِنَّ الْكَيْفَ فِي جَمِيعِهَا مَجْهُولٌ عِنْدَنَا. Lakin bunların hamısının keyfiyyəti məchuldur. Məna bilinir, keyfiyyət məchuldur. Budur sələfin etiqadı. Sonra 7-ci səhv eləmirəmsə, Əbu Cəfər Ət-Tirmizi rahiməhullah 295-də vəfat edib. Əbu Cəfərdən nuzul haqqında soruşurlar. Soruşurlar ki, Allah nuzul edir. Yəni, dünya səmasına inir. Və biz də bilirik ki, Allahın uluv sifəti var. Bu barədə soruşurlar. Biz bilirik ki, Allah vəsf olub uluvdan və hədislərdə gəlib ki, dünya səmasını edir. Bu barədə soruşurlar. Cavabında deyir ki, Ən-nuzulu məqulun. Ən-nuzulu məqulun. Nuzul, emmək, məquldur, başa düşülür, bilinir. Vəl-keyf məchulun. Keyfiyyəti məchuldur. Vəl-imanu bihi vacibun. Vəs-sualu anhu bid'atun. İman getirmək vacibdir. Onun barəsində soruşmaq bidətdir. Yəni, keyfiyyəti barəsində soruşmaq bidətdir. İndi fikir verin. İmam Zəhəbi rahiməhullah bu sözə təliq edir. Əbu Cəfər Ət-Tirmizinin sözünə deyir ki, Qultu, mən deyirəm ki, Sadaqa fəqihu Bəğdad və alimuhə fi zəmanihi. Bağdadın fəqihi və zamanının alimi düz deyir. İz-sualu anin nuzuli mə huva əyyun. Çünki emmə nədir deyə soruşmaq, bu acizlikdir, yaxud axmaqlıqdır. Təsəvvür elə, qardaş, mən gəlib sənə deyirəm ki, Allah dünya səmasına enir. Sən deyirsə, emmək nədir? Emmək nədir? Çünki nuzul haqqında soruşurlar. Əbu Cəfər Ət-Tirmizidən. Bu da deyir ki, ən-nuzul məqul. Nuzul məlumdur, məquldur, başa düşüləndir, bilinir. İmam Zəhəbi rahiməhullah təliq edir, bu sözə deyir ki, düz deyir. Əs-sualu anin nuzul, nuzul barəsində, nuzul emmək barəsində soruşmaq, mə huva, nədir o? Əyyun, axmaqlıqdır, acizlikdir, belə şey soruşulmur. Sonra görün nə deyir? Li'ənəhu innəmə yəkunus sualu an kəlimətin qəribətin fil-lüğa. Belə bir sual yalnız dildə qərib, qarib, tanış olmayan bir kəlmə haqqında soruşula bilər. Mənası bilinən söz haqqında soruşulmur.
Əl nədir, üz nədir, göz nədir? Bu soruşulmur, qardaş. Bunlar hamısı məquldur. Və illə, Zəhəbi deyir, və illə fənnuzulu vəl-kələmu vəl-səm'u vəl-basaru vəl-ilmu vəl-istiva'u ibaratun cəliyyətun vadihətun lis-səmi'i. Yoxsa enmədir, danışma, eşitmə, görmə, elm, istiva, bunların hamısı eşidən üçün açıq-aydın bir ifadələrdir. Fəidə təsafə bihə mən leysə kəmithlihi şeyun fəs-sıfətu təbiətun lil-mövsuf. Əgər bu sifətlərlə mislində heç nə olmayan zat vəsf edilirsə, yəni əgər bu sifətlərlə Allah vəsf edilirsə, onda sifət vəsf edilən zata tabidir. Və keyfiyyətu zəlikə məchulətun indəl-bəşar. Lakin bunun keyfiyyəti, necəliyi insanlar yanında məchuldur. İbn Həcər Buxarinin şərhində Fəthül Bəridə deyir ki, və nəqələ Muhyi Sunnə Əl-Bəğaviyyu fi təfsirihi an İbn Abbasin və əksəril müfəssirin. Muhyi Sunnə İmam Bəğavi rahiməhullah öz təfsirində İbn Abbasdan və əksər müfəssirlərdən nəql edib ki, ənnə mə'nahu irtəfə'a. Rəhmən ərşə istiva etdi. İstivanın mənası irtəfə mənasındadır. Yəni, bu çox imamlardan zikr etmək olar. Bişir İbn Omar, İbn Həkəm Əl-Basri rahiməhullah 207-də vəfat edib. İshaq İbn Rahaviyyə deyir ki, Bişir İbn Omar dedi ki, eşitdim ki, təfsir alimləri belə dedilər. Ər-Rəhmənu aləl-arşi istəva ey irtəfə. Məna bilinir. İstiva irtəfə mənasındadır. Əziz qardaşlar, bu nəqilləri çox edə bilərəm. Lakin nəqilləri çox uzatmıram. Vallahi Allah şahiddir ki, bu nəqilləri daha çox etməyə 50, bəlkə də 100 belə nəqillər etməyə gücüm çatır. Lakin ağıl sahibləri üçün, başa düşənlər üçün bunlar hamısı bəs edir, kifayət edir.